46 gün əvvəl Ramiz Mehdiyevin ev dustaqlığı xəbəri yayılanda çoxları düşünürdü ki, bu işin dalğası yalnız bir nəfərin həyətində qopacaq. Elə bilirdilər ki, sanki bütün məsələ qocalmış bir akademikin küncdə kioskda yazdığı hansısa utopik şura layihəsində donub qalacaq. Amma bu ölkədə hadisələr heç vaxt bir qapıya sığmır. Hər kəsin gizli hesabı, köhnə dəftəri bağlanmamış cümləsi var. Əvvəldən də bəlli idi, 50 nəfərlik Dövlət Şurasının nağılını yazan akademikin ətrafında keçmişin kölgələri dolaşırdı. Bir vaxtlar kreslonun caynağını əlində tutub, sonradan zamanın əlindən sürüşənlər özlərini Heydər Əliyevin qvardiyası adlandırırdılar. Bu titulla ikinci həyat qazanmağa çalışırdılar. Zaman onları oyunun kənarına atdı, amma onlar hələ də siyasi xəritədə yer axtarırdılar. Bu adamların yarısı gəncləşən iqtidara incik, yarısı da öz nostalgisini siyasi varislik kimi satmağa çalışırdı. Amma ən qəribəsi nə idi? Müxalifətin bütün günü haqq ədalət deyib cilt-cilt bəyanat yazan liderləri həmin köhnə qvardiya ilə eyni masada oturmaqdan heç vaxt çəkinməməsi. Çünki məqsəd eyni idi, siyasi xaosdan özünə pay çıxarmaq. Müxalifət liderləri illərdir xalq üçün mübarizə aparırıq pərdəsi altında elə bir teatr qurub ki, tamaşaçı unudur ki, bu aktyorlar rolu çoxdan əzbərləyiblər. Hakimiyyət pis, biz yaxşı, xalq aldadılmış, biz isə qəhrəmanlıq deyirlər. Halbuki bu dırnaqarası qəhrəmanların bir çoxu xalqın göz yaşı ilə yox, qərb fondlarının nizamnamələri ilə nəfəs alır. Qapalı qapılarda kimə hansı memorandumlar imzalanır, hansı hesabatlara hansının imzası düşür. Bu ölkədə hər şey pıçıldanır, heç nə tam gizli qalmır. İndi isə gəlin keçək istintaqa. Proses gedir, həm də bir yox bir neçə istiqamət üzrə və bu dəfə də istintaq təkcə akademikin qocalmış arzularının ardınca qaçmır. İllərlə müxalifət adı altında formalaşdırılmış, vətəndaş narazılığını şəxsi ambisiya benzinində alışdıran qrupların addımları da xəritəyə düşür. Bəli, əvvəlki versiyada bu hisslər yumuşaq görünə bilərdi, amma indi yumuşaqlığa yer yoxdur. Müxalifət niyə tənqidə dözmür? Sualı var ortada. Çünki illərdir biz məzlumlarıq mifini şişirdiblər. Çünki özlərini toxunulmaz elan ediblər. Çünki hər dəfə hansısa məhkəmə işi başlayanda 37-ci il qışqıraraq onların yeganə siyasi aləti olub. Amma bu ölkədə 37-ci il deyil, heç kim gecə ilə aparılıb səhər güllələnmir. Prosessual hüquqlar var, apellyasiya var, ali məhkəmə var. Lakin müxalifətin bəzi simaları bunu bilə-bilə hər dəfə eyni oyunu oynayır. Öz siyasi məsuliyyətini dövlətlərin üstünə atmağa çalışır. Son günlərdə Almaniya Bundestagının deputatı Frank Schwabe Əli Kərimli ilə bağlı açıqlama verdi. Həmişəki kimi demokratiyanın pozulması, təzyiqlər, təqiblər kimi boş, şablon, regionu tanımayan, kontekstini anlamayan bəyanatlarla. Ancaq məsələ təkcə cahillik deyil. Bu, Azərbaycanın daxili işlərinə açıq-aşkar müdaxilədir. Çünki Schwabe Azərbaycanın siyasi reallığını nə bilir, nə bu cəmiyyətin tarixini, travmalarını, nə də regionun güc balansını, nə müxalifətin öz içindəki siyasi manipulyasiyalarını. O heç nəyi bilmir. Onun bəyanatı demokratiya qayğısı deyil, Avropanın şərqə qarşı qəzəbi, əsəbi və onların təkrarıdır. Sanki Azərbaycana yetkin dövlət deyil, tərbiyə olunmalı şagird imiş kimi davranışı. Bu təkcə hörmətsizlik deyil, siyasi məsuliyyətsizlikdir. Və ən acınacaqlısı odur ki, bu ölkə müxalifətinin bəzi liderləri bu cür bəyanatlarla dərhal öz siyasi yastıqlarının altına qoyub müdafiəmizi görürsünüzmü deyə sevinç nümayiş etdirirlər. Bu artıq siyasi mübarizə deyil, özünü xarici paytaxtlara girov qoymaq xəstəliyidir. Və indi qayıdaq Ramiz Mehdiyev məsələsinə.
87 yaşlı adamın mətn yazıb Kremlə göndərməsi təkcə şəxsi inciklik deyil. Bu cür addımlar bölgədə o qədər təhlükəli siqnallardır ki, istənilən dövlət belə bir işin kökünü araşdırmağa məcburdur və borcludur və araşdıracaq da. Amma burada da müxalifətin ikili oyunu görünür. Bir tərəfdən Mehdiyevi köhnə sistemin simvolu adlandırıb tənqid edirlər, digər tərəfdən isə iş istintaq mərhələsinə keçəndə az qalsın onu siyasi məhbus elan etməyə hazır dayanırlar. Bu prinsip yoxluğu deyil, bu prinsip anlayışının olmamasıdır. İstintaq gedir və gedəcək. Kiminsə günahı varsa açılacaq, yoxdursa o da bilinəcək. Amma bir həqiqət var. Azərbaycanın siyasi həyatı əvvəllər olduğu kimi daha bir teatr tamaşasının girovu olmayacaq. Ən azı xalq bunları görmək üçün artıq kifayət qədər oyanıqdır.